من تمام دوستlarım سلام عرض edirəm. Çox xoşalam ki xanım Ədalətin səsini eşidirəm və در این حال çox xoşalam ki dostum və qardaşım Bəni Turufun səsini eşitdim və iki cümlə fəqət farsçan deyim ta اینکه o bilsin ki mən به اصطلاح bu əlaqəni heç vaxt yadımdan çıxartmaram ki nə qədər bu adam bir şəxsiyyətli bir nəvisəndədir və öz ana dilindən bu surətdə həmişə difa edibdir və onun üstündə çoxlu mərarətlər və zindanlar çəkib və azadlıq üçün tamam ömründə mübarizə edibdir və çox xoşalam ki indi onun uca səsin və gözəl səsini öz aramızda eşidirəm. من به دوست عزیزم بنی طرف خوش آمد میگم و خیلی خوشحالم که صداش رو با اون قدرت در دفاع از زبان مادری خودش و در دفاع از زبان مادری ملیت‌های ستمزده ایران میشنوم و اینکه او سالم بالاخره در یک جایی هست و خانوادهش به او پیوستن فوق العاده خوشحالم و امیدوارم که این کوشش هایی که به صورت دموکراتیک تعدادی از روشنفکران تمام خلق های ستمزده ایران انجام میدهند در کنار کسانی که از میان فارسی زبان ها مسئله ستمزدگی ملیت ها و خلق های ایران رو درک می کنند نهایتاً این تساوی حقوقی در ایران ما به وجود بیاد و ما همه در کنار هم با تساوی کامل بتونیم زندگی بکنیم و به اطلاع همه فرهنگ ها و زبان های کشورمون همت بکنیم و یک کشور مستقل و آزاد از سختگیری ها، آزاد از نژاد پرستی ها داشته باشیم. من هم طبیعیه که صحبتم رو به ترکی انجام خواهم داد به دلیل اینکه از ابتدا بحث قرار بود که به ترکی باشه. امیدوارم که یکی از دوست عزیز من بنی طرف برای اون حرفایی رو که من میزنم ترجمه بکنه، گرچه من میدونم که اون حرفایی که من میزنم اونها رو اون چون بارها با هم صحبت کرده ایم ایشون به خوبی میدونه و نیازی به اون صورت برای ترجمه هم نیست. Benim söhbətim bir dənə bir zadla başlar. O da budur ki, bu nənənin mənası nə mənədir və ona görə istəyirəm ki, bəzi bir zatlardan söhbət edən ətfaqən çox xoşalam ki, bizim dostumuz Bəni Turuf ki, ərəbdir, İranlı ərəbdir, qabaqcan hamıdan qabaq söhbət elədi və اتفاقا istəyirəm bir dənə bir kəlmədən istifadə edəyəm ki, ərəbidir, o da ummudur və onun yanında ummidir və ondan mən bir kəlmə bir istilah çıxadıram bizim bu bəhsimiz üçün ki, adı ummiyyətdir və در این حال bir dənə bir ayrı bir zədə də istəyirəm işarə edəyəm. O da budur ki, اگر یادınızda olsa Peyğəmbər İslam'ın bir dənə bir kəlmələri ki, onun adının yanında əğlab işlənilibdir. O da şey budur ki, hətta əgər Dexodiyə baxsınız, lüğətnaməyə Dexodiyə deyir Peyğəmbər ummi. Ummi خود به خود iki dənə mənası vardır. Biri budur ki, به اصطلاح bir adamdır ki, savad onun zatındadır və ondan elə bir ki,
ana dili ilə elə gəlibdi, onunla با هم və در نتیجه bir bəsirəti vardı əvvəldən. Biri də budur ki, nəniyə irtibatı vardı və ona görə gahı düzdür ki, biz bu ana dilini ana dili deyirik, vəli در eyni hal əgər diqqət eləsək, hətta o vaxt ki Peyğəmbər öz qızının barəsində, yəni Həzrət Fatimənin barəsində söhbət edir, deyir Fatimə Ummu Əbiha, Fatimə dədəsinin nənəsidir. Bu bir dənə çox mühüm bir qəziyyədir. İllətin ki, mən bundan istifadə edirəm və bu söhbəti qabağa çəkirəm, buna götürdü ki, istəyirəm görsədəm ki, nənənin əhəmmiyyəti bizim ruhiyyəmizdə əvvəldən nə cür bir ruhiyyədir və mənim özümün üstündə nə cür bir təsir və istilah bu qrupdur və nə cür mənim yazdıqlarım mərbutdur در واقع ondan və o besabaqdan در واقع örgəşdiyim rəftarlara bu dillə və sonra bunları o biri dillərə ki örgəşmişəm, məxsusən Farsi və İngilisi ki bu ikisinə təqribən deyə bilirəm ki təsəllütüm vardı və yenə də o biri dillərdəki səy eləmişəm, örgəşəm, məsələn ərəbi ki deyə bilirəm, oxuyan və düşünən təqribən və Fransa ki təqribən oxuya bilirəm və təqribən çoxlu əsərlərim Fransıya tərcümə olubdur və nəticə orada bu istilah bir məqdarda özümün əlaqəm vardı bu qəzayəyə. Yəni dilin içində olmuşam. Bəli bu dillərin içində olmuşam. Bəli bu dillərin içində olmaq və eyni hal bu məsələ də vardı ki, mən hər nə mənə ki yazmışam, bunların içində ehsas eləmişəm ki, hənuz məndə bir dənə bir yer boşdur və oranı mən dolduranmamışam. Şayad illətin ki, mən bir belə çox yazmışam. Şayad demək olar ki, İranda şayad cüzv o adamlarım ki, çoxraq yazmışıq. Yəni 2 nəfər, 3 nəfər təqribən demək olar vardılar ki, bu tədad kitab çap ediblər ya bu tədad səhifə çap ediblər. Bu yazmaq və demək vələyi, o hirsi bir طور کل hardan gəlir? Bir deyirəm bundan gəlir ki, biz heç vaxt nənəmizin dilində bir zət eləyə bilməmişik ki, deyək və yazaq. O qədər bizim bu dilimizi kəsiblər və bu dili çöndəriblər bizim içərimizə və biz içərimizdə bu dilinə hey söhbət eləmişik, danışmışıq, diyalogumuz olubdur, polilogumuz olubdur, neçə dənə adamla bahəm o dilinlə danışmışıq, vəli heç vaxt bu imkan qabağa gəlməyibdir ki, çox belə azadlıqla eləyə bilək, öz dilimizi bəyan eləyək və düzəmənli öz dilimizdə yazaq. Ona görə bizim zehnimizdə nənəmiz həmişə tərcümə olubdur və tərcümə də nənəmizin dilinə əslən olmayıbdır və o biri dillərdə bizlər, yəni Farsıda o biri dildir, İngilisdə o biri dildir, Fransada o biri dildir, o diller ki hətta bizim işlərimiz tərcümə olubdur, biz orada da yine bir dənə bir əcib qərib bir yabancı və biganə bir dənə bir mövqeyyətlə tərəfuq. Bu mənə çox əhəmiyyəti vardı və illəti əlbəttə budur ki, biz ki evdə hamımız بدون istisna besavadıdıq. Sonra durduq, getdik mədrəsələrə. O vaxt ki, mədrəsə başladı və getdik mədrəsəyə. Mədrəsədə başladılar bizə Farsıcan dərs demək. Hətta o vaxt ki, Ruslar gəlmişdilər və در واقع Azərbaycan Rusların işğalındaydı. Onda da bizə mədrəsədə Farsı dərsi deyirdilər, Türkçü dərsi demirdilər.
Fakat bir il bize Türkçe dersi deyipler ve evvelden bize Farsı dersi deyipler. Ona göre biz o nənənin atifəsinin, mehrabanlığın, o yaxınlığın, onun qucağında bir dili eşitmək ve o dili sonra idame vermək ayrı bir sahələrə, ayrı bir istilah zihnin özünün ve muhtelif diyalogların ayrı bir sahələrinə bunları müntəqil eləmək və onun vüsətini görmək ayrı yerlərdə betor kulli biz onlardan məhrum olmuşuq. Bu məhrumiyyət bir cürdür ki, təbdil olub ki, bizim bir dənə bir içəridə bir cür naxudagah ya be istilah bizim unconscious'ımıza təbdil olubdur. Yəni o şey ki, bizim zəmir-i naxudagahımızı be istilah təşkil verir. در نتیجه biz nənə ilə həmişə irtibatlıyıq. Vəli در این حال o biri çün در این حال xanəvadə pədər salardır, xanəvadə dədənin qüdrətinin altındadır. Biz be məhz ki öz Türkçe dilimizdən hərəkət eləmişik Farsı dilinə, Farsı dili də çün qüdrət ilə bizə təhmil olubdur. Biz در واقع bunu dədəmizdə görmüşük. در واقع o şey ki əsasıdır, o vaxt ki biz getmişik yazmaq dalısca, biz səy eləmişik ki, bir dənə bir zat özümüzün içərimizdə yaradaq ki, o azadlıqla sərokar olsun. Bu qəziyyə fərqi vardır, məsələn, bir dənə mənim təkin yazarla, Sadiq Hidayət ilə fərqi vardır, ya Qulşiri ilə fərqi vardır, Sadiq Çubək ilə fərqi vardır, Cəmalzadə ilə fərqi vardır. Ona görə əgər siz məsələn bir dənə Saidinin yazdıqlarına baxsınız, görəcəksiniz ki, yazılar tikkəparədirlər. Əvvəlin kitab ki, Saidi çap edibdir, Lalbazıdır. Lalbazı در واقع nümunədir onun işlərinin içində. Hər zat lallıqda tikrar edir. Və mənim heç vaxt ittifaq düşür. Heç vaxt mənim yadımdan çıxmaz ki, biz ikimiz mən onun lalbazılarından birini 1340'da 41'də tərcümə elədim İngilisiyə və Valının bir dənə bir Amerikalı bir ustadı var idi. Onu biz sonra o Sabit Pasal'ın televizyonunda cəddilər səhnə üstünə və elə səhnədə də o vaxt oyunurdu Vali bunu göstərdilər. Der vaxı əvvəlin iş ki Saidi ciddi bir surətdə yazdı, onlara lalbazlığıdır. Və illəti bu idi ki, çox rahat. Der vaxı biz lalıdıq və biz dilimizi açdıq, o vaxt ki dilimizi açdıq, biz Farsıca yazmağa başladıq. Beləyən ki, Farsı gəlmişdir, özünü təbii ki, təhmil eləmişdir nənə dilinə və bizim tamam zindəqanlığımız girdi və istilah bu dilin içinə. Ona görə mənim təkin yazıcı ilə ki, mən ədəbiyyat Farsını yaxşı oxumuşam və şayət demək olar ki, bunda bir miqdarda və istilah zadə yetişmişəm, bir növ səbk və şiiriyə də əl tapmışam. Mənlə bir dənə bir ayrı bir nəvisəndədir ki, ana dili Farsıdır, kamilən fərqi vardır. Bəzi adamlar əlbəttə səy ediblər ki, ana dillərini kamilən kitman eləyələr və kamilən məxfi eləyələr. Mənə bu qəziyyə heç vaxt qabağa gəlməyibdir. Həmişə demişəm ki, bu dil bizim dilimizdir, ana dilidir və onun gərək söhbətini edək. Həmişə də nəni ilə, dədə ilə, qardaşlarla, xanəvadə ilə, Təbrizdə, hər yerdə biz Türkçe danışmışıq, ona görə Türkçe danışmağım çox da yaxşıdır. Bəli, bir dənə bir məsələ ki vardır, budur ki, bizə bu təhsilatı iki surətdə təhmil ediblər. Biri Farsıdır, bir də İngilisidir. Mən bu iki dili təqribən ana dili təkin səyləmişəm ki, örgəşəm. Və o vaxt ki, ana dili təkin örgəşmişəm, ananı yazmışam. Yəni o yerlərdə ki, mən arvadları yazmışam, der vaxtı anaları yazmışam. Ona görə mənim arvadı yazmaqla Hidayətin arvadı yazmaqla kamilən fərqi vardır. Və o biri nevisəndələrindən arvad yazmaqla fərqi vardır. Necə ki, Saidininkinin də fərqi vardır. O vaxt ki, kətdilərdən yazırıq, onun da adamları hamısı türkdülər,
ki der vaqiq bir məxsus bir halət ilə Saidinin özünün o vəsvasları ilə təbdil başında danışmaq. Bizimkində əlbəttə bir daha bir öz bir halət yoxdur. Belən ki, Saidi ruyə həmrəfdə bir dildən istifadə edibdir ki, به اصطلاح زبان عامیانه فارسی bir zərrə به اصطلاح ədəbi surətdə qalxır üstə və ədəbi halətə yetişir. Bəli, o vaxt ki biz gəlirik, xop sərkarımız bir qədər ədəbiyyat qərblə onların dillərinin içində zəndə olubdur. Biz görmüşük ki, bunlar nə cür bir mövqeyyətdən istifadə ediblər və əsərlərini yaradıblar. Mənim özümün fikirlərim ki, yəni mühüm işlərim ki, demək olar ki, romanlardır və şeirlərdirlər, nəvbə ədəbinə də qoyaq kənara ki, bir dənə bir məxsus bir hovzədir ki, şair ayrı adamlar da eləyə bilərlər, yazalar. Bu zətlərdə girişmək ananın heyətində o ədəbi dilin içinə və onun vəsiləsi ilə bir dənə ayrı bir dildə söhbət eləmək və nəticə bu təhlilatı bədbəxtliklə qəbul eləmək və در این حال təslim o təhmilat olmaya və nənənin dilini gətirib bir dənə bir ayrı dildə nənə dili yaradır. Və bu ittifaqən mənim nəzərimə hidayətdə ittifaq düşməyibdir. Sadıq Çubəkdə çox az ittifaq düşübdir. Huşəng Qurşidi xud bu xud əslən bu qəziyyəni nadidə tutubdur. Ona görə roman mənim nəzərimə o dildir, o yazıdır ki onun içində həmişə mənim lağəl işlərimin içində kişi də danışanda nənənin səsi eşidilir. Yəni mən özüm hətta bir də demək olar mən bir piçidə bir roşan fikri məğzimdə olsa ki nənəminki bir heç vəcə özü bir zət dəyirdi, yenə də nənənin səsi gəlir, hətta o vaxt kişilər danışırlar, orada eşidilir. Və bu bir dənə bir məxsus bir pədidədir. O pədidə bundan ötürü məxsus bir pədidədir ki, biz eləyəmirik bu به اصطلاح nənənin o nüfuzundan çıxışıya. İlləti nədir? İlləti budur ki, xəllaqiyyət nənənin xəllaqiyyətidir. Onun ixtiyarındadır. Odur ki, bizi doğubdur. Biz doğmaq təcrübəsi ilə dünyaya gəlmişik. Onun təcrübəsi ilə, onun əvvəl sözləri ilə dünyaya gəlmişik. O vaxt ki, o söhbət edirdi, şayət cəmən onun 1000 dənədən çox kəlməsi yox idi. Bedən ki, besavad adamın nə kəlməsi olar? Şayət dədənin kəlmələri 1500 dənədən, 2000 dənədən çoxraq dəyirdi. Bedən ki, sadə cümlə ilə danışırdılar, sadə əvatif ilə bizə özlərinin məhəbbətlərini göstərirdilər. Ya əgər tənbih də edirdilər ki, yenə də sadə bir kəlmələrdir. Bu gərək gəliydi və yetişiydi ayrı bir istilah piçidəli var. Ayrı bir nədir? Cümlə ya kəlmə ya hər də mənə ki barədir, gərək müxtəlif dillər özlərini gətirəydilə bir dənə dildə bir yerə yetirəydilə. Bu əvvəldən türkü dilinin yasa olmaq üçün gəlibdir, gedibdir farsı dili. İki dənə məsələni mən sizə deyəm, iki dənə məxsusən dastan barəsində. Biri یکی بود یکی نبود جمالزاده‌dir ki, در واقع əvvəlin məcmuə qissələrdir ki, farsıca çap olubdur ki, bizə bir istilah bir dənə bir uyğu göstəribdir ki, o ülgü ilə در واقع bizlər görmüşük ki, qərbdən nə cür yazıblar. Sonra özümüz getmişik, bu qərbi be məratib Cəmalzadədən yaxşıraq tanımışıq. Ona görə به اصطلاح ayrı bizzətlər yazmışıq ki, öcür به اصطلاح o nədir, halət ibtidai qissədə ki, yeki bud, yeki nəbud da vardı, öcür bizzət deyil bizimkilər. Bu piçidəlik ki, qabağa gəlibdir və çətinli olubdur bizim niviştələrimiz və der eyni hal cümlələr də o qıssa cümlələrindən bəyan olmayıbdır. O özü bir dənə bir mövqeyyət yaradıbdır ki, mən fikirəm ki, fəqət bizimki də deyil, ayrı bir adamlarınki də vardı və Farsı ədəbiyyatı bir dənə böyük bir ədəbiyyat olubdur o müasir dövrdə. Bəli, İslam o yeki bud, yeki nəbuda işarə edəyəm. Onun içində bir dənə bir qıssa vardır ki, adı Farsi şəkərəsdir. Orada bir nəfər vardır ki, ərəbi ləhcəsi ilə söhbət edir. Bir nəfər vardır ki,
bir mədar mesela Bube ləhcə ilə söhbət edir, biri vardır ki Türkçü ləhcə ilə söhbət edir, biri vardır ki Fransa ləhcəsi ilə söhbət edir. Yəni fərəngi ilə ərəbi bir-birinə qarışıblar. Yəni bir nəfər orada vardır ki bir mesela kətlidir ya bir tane ami bir adamdır və o bunların dillərini üçün düşünür, nə roşan fikrin dilini düşünür, nə o ərəbin dilini düşünür. Ona görə atça qalır ki dəli olsun. Ta ki beləxərə o adam ki gəlir onunla söhbət edir və qoymur ki bu kətli dəli olsun, o gəliri farsıcan danışır. Ona görə Farsi şeker است. Harda Farsçan danışır ondan? Rəşdə Farsçan danışır. Rəşdin zindanında Farsı danışır. O nə cür eləmə olar ki, o adama Farsı dili danışmaq, özü giyləkdir, özü besabaddır, özü də o evdədir, özü o sellurdadır, zindandadır. Nə cür onu eləmə olar? O adam ki ərəbi danışır, o adam ki Fransa kəlmələrini dalbadal bəlğur edir, onu eləmə olar ki onun əlindən nəcat vermək. Bu nəcati ki verir Ağay Cəmalzadə ki illər boyda qərbdə zindəqanlı eləyibdir. İttifaqən təqribən 100 sinnidən də çoxraq sinni var idi, 100 ildən də çox sinni var idi. Bu adam Farsi şəkərəsti gətiribdi, eləyibdi giyləki, besavad giyləkin dili və səy eləyibdi ki, ona deyək ki, sənin oğul dilin budur və zədilə. Bu təhmil-i əvvəliyyədir ki, ədəbiyyat-ı Farsıda qabağa gəlibdir. Yəni, o kənd zəbanəgi ya neçədilliliği qabağa çəkibdir o qissəsində. Vəli, vaqei o adamın vaqei dilini əslən qabağa çəkməyibdir. Beləliklə ki, özü də fikir edir ki, Farsi ilə gərək o adamı rahnəmalı edir. Ona görə onun nənəsinin dilini kəsibdir və Farsını eləyib də onun canışı. Ayrı bir yerdə ki, mesela Roman Farsı baş verir, orada bir dənə bir əcib-qərib bu fükurda bir dənə bir əcib-qərib bir ittifaq düşür ki, mən fikir edirəm ki, şayət dostlar təvəccüh eləmiş olarlar, bəli, mən də öz tozihimi bu qəziyyədən xidmətçi ərz edeyim. O da budur ki, orada bir nəfər vardır ki, əvvəl şəxsdə danışır və bu adam çox məyus bir adamdır, çox giriftar bir adamdır, bədbin bir adamdır və çoxraq hidayətin özünü oxşur. Və bu bədbinlik də nəhayətən hidayətin özünün ölümünə və xodkoşusuna bir istilah gəlir yetişir. Bu o vaxt ki hidayət belə o əvvəldir, romanın əvvəlində o vaxt ki əmisidir ya dədəsidir ki gəlir və bu istəyir ki buna gedə bir şərab götürə gətirə bir yerdən ta ki bununla oturula başlı içələr falan. Oradan o vaxt ki şərabın o butrunu götürür, bir də oradan baca açılır və baca ki açılır, orada bir dənə bir gözəl bir arvad görünür. Bu çox cəlibdir ki, o gözəl arvad ki görünür, o bir dənə Türkəmən arvaddır. Bir arvaddır ki, kamilən qiyafəsi Türk qiyafəsidir. Və bunu dəqiqən təbdil edir bir dənə minyatura ki, soralar o vaxt ki, o əvvəl şəxsi roman, yəni romanın o ravisi başlayır ki, bəqiyyə romanıdır. Demağa gedir, hətta o vaxt ki, bir dənə cənazəni istir aparsın, quylasın, ya bir nəfər ki, qətəfəti eləyibdir, həmin qızı qətəfəti eləyibdir, istir aparsın, quylasın, sonra orada bir dənə bir sət tapır, bir qələmdan tapır, sət edir, görür ki, bəli, o da eynən həman qiyafəni çəkibdir ki, bu özü o bacadan onu görübdür. O bir, yəni hidayət bu romanda ki, در واقع bisexualdir, yəni iki cinsiyyəti vardır, iki cinsidir və orada iki nəfəri tərsin edibdir. Biri bir dənə Türkəmən ya Türk arvadın qiyafəsidir ki, müntəhai gözəllikdə bunu bəyan edibdir.
2003 و بیزور چیزی که در زندگی زخم‌هایی هست که مثل خور روح را در انزوا میتراشد و میخورد niye bedeni çoğalmadı çocuktu. O aşık olup bir daha bakışından aşık olup ve dibine döndü delilenir. Sonra da 2000'si bir tane oğlandı ki onun der vaqiy kardeşiydi. Ne mənadır, zat kardeşiydi mesela, bahım dünyaya gelipler. Əkstaydı. Bu Əkstayının da sonra baxça Əkstayında görür, o Əkstayının da dodaqlarını öpür. Əkstay ilə o bir-birini oxşur. Bu der vaqiy göstərir ki, o yazıcı bir dənə bir iki cinslik haləti ilə bu iki dənə adama baxır. Həm oğlanı qıza oxşadır, qızla oğlanı ikisi der vaqiy zehnində cinsiyyət ilə ta haddi cinsiyyətlə orada görürük ki, əvvələn hidayət türklərə bir dənə bir nisbəti verir ki, mənim nəzərimə o nisbət kəsiflərin bir nisbəti ki verilir türklərə. O da budur ki, deyir ki, eynən elə bir öz qovmu təkin zalim bir qovmdur, falandır və der eyni hal aşıq olur. O arvada ki gözləri zalimdi və gözləri və istilah buna əfsun edibdi, bunu əsən dəli edibdi, onu öldürür, qətə-qətə edir, tikə-tikə edir. Der vaqiy hidayət bizim gözəlliyimizi o arvadda görür, o arvadı tikə-tikə edir və tikə-tikə edir, aparır, quyulur. Quyuluyanda görür ki, bir dənə bir qədimi bir arvad da orada varmış. Onun der vaqiy gözün, qiyafəsin orada görür. Bu hardan gəlir? Mən qayıb fikirləmişəm ki, bu nə cür imkanı vardır ki, gəlmiş olar. Əsən nə cür imkanı vardır ki, bir dənə Farsın, çünkü hidayət bir dənə Fars nevisəndədir, zehnə yetişmiş olar ki, məşuqi bu qədər gözəl olar. Və der eyni hal bu qədər səffak olar ki, ona bir dənə baxışla onun dədəsini yandırmış olar. Və sonra da bizcül olar ki, hidayətin o karakteri, yani kişi karakteri başlayır öldürmeye ve sonra da envar muhtelif ittifaklar o romanda. Sonra arvadı iki şekilde görmüş olar. Biri zəni əsiridir, müqəddəs bir arvaddır və vaqəən gözəl bir arvaddır. Bir cür ki, əslən əl vursan və istilah o gözəlliyi kamilən aradan gedər. İkincisi, bir dənə zalim bir adamdır ki, bir dənə sonra gəlir ikinci qismətində romanın eynən həman qiyafəni təbdil edir bir dənə fahişiyə. Təbdil edir və mudam və istilah istəyir ki, özünü bu qəziyyədən nəcat verə, bəli eylənmir ondan nəcat verə və nəhayətən ikinci qismətdə əvvəlinci qismətdəkin də vaqiy qutulur və hətta hidayət, yəni hidayət nə o əvvəl şəxsi romanın o və istilah əvvəl o mən deyəni o başları der vaqiy özünü hətta ta həddi bir dənə qəvvad söhbət edir və bir şey ki der vaqiy kəlmə-i ki işlədir, özü der vaqiy o kəlmədir ki çox da yaxşı bir kəlmə deyil, bəli onu işlədir özünün barəsində, yəni nə hidayətə, bəlkə o şəxsi gəlir. Bizim əvvəlminci romanımızdakı yazılıbdır, o əvvəlminci roman da yenə də dil sahiblərinin əleyhinə yazılıbdır. O iki dənə adamı, həm qızı, həm oğlanı kamilən sakit saxlır. Onlar bir kəlmə buna demirlər. Bəli, bu o qəvz onlara, hər ikisinə aşıqanə baxır və onlara bir istilah mədhuş olur, onların o zil gözəlliyindən ki, özünü eləyənmir onlardan xəlas edir. Və nəticəsi bir dənə bir əcib qərib bir zatdır. O da budur ki, onlar danışanmırlar, bu danışır. Onlar fəqət gözləri ilə danışırlar, sukutla danışırlar, gözəllikləri ilə danışırlar. Bu vəzi mən nəzərimə siz Hafizdə də varızdır, Sədidə də varızdır. Der vaqiy şeir-i Xurasanı ki qabağa gəlibdir, orada da varızdır. Yəni mudam elə bir ki, türklər bundan ötürüdürlər ki, fəqət gərək
gözəlliklərini qoyaydılar Fars şairlərinin ixtiyarında, Fars nevisəndələrinin ixtiyarında və heç cür elə bir özləri eləyənməzdilər ki, özlərini bəyan eləyələr. Ünsüz necədir? Bəyan eləyələr və ona görə bu təhqirzat da deyil ha. Gözəllik o qədər bunları mühasirə eləyibdir ki, bunlar eləyənmirlər bu qəziyyədən geçələr. Və canibdir, o da budur ki, bu gözəlliyi sukutda görüblər. Tərəf ya qulamdır, ya fahişədir, ya kənizdir, ya nə mənə dadır, o qədər gözəldir ki, heç kəs ona əl vuranmaz, əsiri bir adamdır və asmanı bir adamdır, özdə çox-çox gözəşlədən gəlibdir falan. Bunların hamısını ki deyiri, bir zət roşən deyir ki, niyə bu adam Türkməndir? Üstədir, Türkmən orada nə qeyridir? İlləti də əlbəttə roşəndir. Budur ki, bu əqvami ki gəliblə və giriblə bir istilah o qədim millət İran içinə ya oradaydılar vəli tarixi və siyasi və coğrafiyayı dəlailə görə bunlar eləyənməyiblər ki, bir-birinlə düzəməlli qovuşala və özlərinin həqləri ola. Hətta Kuruş zamanında mənim nəzərimə bizim haqqımız çox rahatdır ta indiki zamanda. Belən ki, onda əyalətlərin hamısının istiqlalı var idi. Onlar o istiqlalları ilə sədəyirdilər. Ona görə və istilah şahənşahı bu deyirdi ki, 30 dənə şah var idi. Bəlkə şahənşahı bu idi ki, bir yerdə idarə edirdilər. Onlar o an idarə edirdi, o tərəfi o birisi idarə edirdi, o tərəfdə o birisi idarə edirdi və də nəticə bir dənə bir konfederasyonu zat var idi. Bir dənə bir məsələ ki vardı, demək olar ki, min il Türklər İrana hökumət ediblər, səltənət ediblər. Bu min ilin ərzində bunlar dərbarın dili, həmişə qoşunun dili, həmişə türk idi. O vaxt ki, təhsilat gəlibdi, bunlar bilafasilə təhsilatda bir iddə vağən əhmaq, rasist, faşist adamlar ki, Almanda oturmuşdular. Bunlar gəliblər o məşrutiyyətdə ki, bir də gəliblər deyiblər ki, məmləkət neçə dili vardı və hətta telqraflar ki gəlibdi, məsələn Azərbaycandan göndərilibdi Tehrana və Tehrandan göndərilibdi Təbrizə, görür ki, deyirlər millət-i Azərbaycan, deyirlər millət-i Tehran, yəni kəlmə əsən millət deyirlər. O vaxt ki, millət deyirlər, ya təmbaku hərəkətində, o vaxt ki, əvvəlcə, təqribən bir 20 məşrutədən qabaq, təmbaku hərəkətində, der vaqa əgər Azərbaycan qabağa düşməsəydi, bu zat İngilistən əcib qərib təsəllüt tapacaqdı və Qacariyə də der vaqa Qacariyə türküdülər, Azərbaycanlılar Türk padişahlarının müxalifət ediblər və öz sözlərini bir yerə yetiriblər. Der nəticə orada bir dənə bir təbəqati, bir dənə bir ayrı bir cür milliyyəti bir hərəkətdə var idi. Ki bunlar o hərəkətlərdirlər ki, mən adlarını onların deyirəm, mürəkkəb hərəkətlər. Tehran, Təbriz, İsfahan, Samirə, bunlar hamısı yığışırlar bir yerə, ta ki Samirə o mallar ki Samirədəydi, gəlirik, deyir ki, bəli, təmbakini gərək zədilir, amma ondadır ki, şahın, o adam ki, şahın nəmayəndəsi idi, onun boynuna bir dənə saç salırlar və deyirlər ki, bəli, bu şahın feristadəsi, bir dənə itin boynuna bir zət atırlar və bu şahın nəmayəndəsidir burada. Azərbaycanlılardırlar ki, Qacariyəni der vaxtı məcbur edirlər ki, millətin qabağında çəkilsinlər daliyə, əqəb neşinli eləsinlər və nəticəsi bu olur ki, məşrutiyyət gəlir. Azərbaycanlılardırlar ki, gəlirlər iki dillilik mədrəsələrinin əsasını məşrutədə qoyurlar, tərbiyyət ilə rüşdiyyər. Azərbaycanlılardırlar ki, özlərini qabağa atırlar, qanlarını tökürlər, özlərinin qanlarını bu hediyə edirlər İran millətinə ta ki məşrutə ola. Və sonralar heç vaxt bu qəziyyyə təvəccüh olmur və bunlar belafasilə həmin ki qudrəti ələ gətirirlər, məxsusən Cəzaxanın xiyanətləri ilə
və onun bu deməli doğrubərinləki adamlar ki, biləsinə o dərsi verdilər ki, ya nə mənə iki dildə məclis olur, ya nə mənə Azərbaycanın özünə görə öz dili ola, nəm o biri milliyyətlər İranda olala. Bu bir dənə bir millətdir və sən gərək özür başlayasan. Bunlar der vaqe faşizmin ki Avropada yavaş yavaş becerilirdi və təbdil olurdu bir dənə bir sistemə ki, o sistem gəldi oldu Hitler və onun dalısı o ittifaqlar ki, vaqəən vəhşətnak bir ittifaqlarıdır və ittifaqən bu hərəkət özü Reza Şahın o faşisti yaxasını tutdu və Reza Şahın nəhayətən saldı İrandan eşiyə. Vəli heç vaxt o qeydmaqda o şeyləri ki, əsas məşrutiyyətidir, fəqət bir dəfə o da Azərbaycanda Pişəvəri dövrəsində və Kürdistanda haman ildə 1324-25-də bunlar özləri öz milliyyətlərini və istida səy elədilər ki, ehya edələr, vəli onun dalısıca bilafasilə ərteş Amerikanın qudrəti ilə gəldilər, getdilər, bunları aradan apardılar və sonra betərə Pişəvəri özü qoydu, getdi Şimali Azərbaycana və orada da dövləsinə nəqşə çəkdilər və aradan getdi. Mən istəyirəm bu qəziyyəni deyəm ki, bu dil qəziyyəsinin əhəmiyyəti hardadır? Biri budur ki, biz yadımızdan çıxır dənəmiz kimdir. Ona görə mən bir daha bir addan həmişə istifadə edirəm. İndi bu sukananlar ki, ayəndə də qabağa gələcəkdir. O da budur ki, bu ummiyyətdən. Düzdür ki, biz ummiyyəti, o motherhood'i tərcümə eləmişik özümüz. Hətta mən o vaxt ki, İranda dəstəyirdim madəraniyə. Bəli, bir şeydən ki, ummiyyət bunu rahatcaq görsədir. Biləyim ki, o, əvvələn görsədir ki, nənələr ruyə həmrəfdə bizim nənələrimiz besavad olur. Bəli, besavad onu da bizə bir dənə bir dil öyrədiblər. Dədələrimiz də ruyə həmrəfdə, lağal mənim dədəm besavaddır kamilən. Əksəriyyət ruyə həm besavaddırlar. Mənim nəslimdə dədələr özü savadları zadı yoxudur, məxsusən əgər kargər təbəqəsindən ölsəydilər. Bizimki kargər təbəqəsindən. Ona görə biz işimiz bundandır ki, bu nənənin dili harda qalır? Nəcür olur? Mən fikirəm ki, bu xəfəqani ki, hakim olubdur bizim be istilah bu dillərə, bizdə bir dənə bir nə mənədir, naxudagah cəm'i biz adını qoymuşuq farsıcan. Bilmirəm, İngilizin, Türkümüzdə nə mənə adını qoyublar. Bir dənə bizə bir dənə bir İngilizsin deyim, unconscious düzədibdir ki, haləti kollektivi var, haləti müştərəki var. Yəni o halət-i müştərək budur ki, biz mudam dədələrimizdən nənələrimizə tərəf hərəkət edirik. Əsası feminizmdir. Dədələrdən nənələr tərəfinə gedirik. Niyə? Biləyim ki, dədə üçün qudrəti var idi xanəbadədə. Biz o dədənin qudrəti ilə hökumət qudrətini təqribən müsavi görmüşük. Ona görə o vaxt ki, nənəmizdən istəmişik difa eləyək, dil məsələsi qabağa gəlir. Dil məsələsi qabağa gələndə o ehsaslar, əvatif, bu müzəkkər tarix ki bizə təhmil olubdur, həm xanəvadədə, həm camiədə, həm bu dövlətdə, həm dövlət-های güzəştədə. Bunların hamısında bizə təhmil olubdur. Biz görürük ki, bunu biz harda eləyə bilirik özümüzü nəcat verək. Xob, mənim türküm farsı təkin deyil, bu vaqiyyətdir. Bizlər heç qoymayıblar ki, biz əvvəldən türkü öyrəşək. Bu nə vaqiyyətdir. Və bir daha məsələ vardır. O da budur ki, aya nənəni eləmə olar ki, fəramuş eləmək. Arvadı eləmə olar ki, adam fəramuş eləyər. Biz nənənin dilidir ki, mənə deyir ki, sən yaz. Hər nə dildə istəyirsən, yaz. Və bunu bəli yaz. Bedəlim ki, sən yaza-yaza, yazmağın dili ilə mənim dilimi düzdür ki, türkü deyil, ayrı bir dildir. Bəli, onu sən diri saxlasan, biləyim ki, əvvəlcan xilqətün, əvvəlcan danışmağın mənim o
çiçikluğun diline mərbutdur ki, onu mənə sən öyrətmişəm. Onu sənə mən öyrətmişəm. Və indi bunun idaməsi sənsən. Ona görə mən hər nə mənə roman ki mən yazmışam, əgər bizdə də muvaffaq olubdur, ya hətta şeirlərdə, əgər muvaffaq olubdur, orada məsələ bu nənə gəlir qabağa və در واقع dədəni vurur kənara və özünü üzə çəkilir. در واقع nənəm mənim içimdəki nənə ilə ki, nevisəndəliyin nənəliyidir, yazıçılığın nənəsidir, onunla ba həm tətbiq olur və olur bir dənə bizə. Mən çox danışdım. Yox, rahat ol. Rahat ol. Hələ deymişdim. Bəli. Ona görə bu bir dənə bir məsələdir ki, gərək biz təvəccüh eləyək. Təbii ki, bu cür bir xülasə bir surətdə bu cür zətləri adam eləyənməz ki, hamısını bəyan eləyə. Mən səy eləyəcəm ki, bunu bir dənə məqalə surətində yenə də çap eləyəm. Ümidvaram ki, dostlarımız bu məqalə ki, mən əxirən çap elədim Şəhərvəndə və eşitdim ki, ayrı bir yerlərdə də onu nəql ediblər və mərbutdur və istilah dillərin qəziyyəsinə və məxsusən Azərbaycan qəziyyəsinə və در واقع bir adam ki, mənə etiraz eləmişdi, onun etirazının qabağında bir növ müfəssəl bizzət yazmışam. Dostlarımız Şəhərvənd vəsiləsi ilə və ya ayrı saytların vəsiləsi ilə onu oxuyana və mənim axır sözlərimi orada görələ. Çox təşəkkür edirəm ki, qulaq asdınız və mən xidmət istəyirəm.